Salam əziz dostlar, canlı yayımız başlayır. Açıq mikrofondasınız. Demək ki, Razborka. Razborka mahiyyətli proqramımız olacaq. Hər zaman ki, Razborkamız kəskin olur. Amma bu dəfə məncə kəskindən başqa acı məqamlar var. Olduqca acı məqamlar var. Bizdən indi bu məqamda nə tələb olunur? Sizə bütün bu məqamları videolarla, subutlarla, argumentlərlə, faktlarla burada nümayiş etdirək. Bura press klubdur. Press kluba abunə olun, abunəsiz baxmayın. Həmən argumentlər, faktlar və həqiqət burada söylənilir. Bir də like işarəsini tıklayın ki, orada belə işarə var. Siz mobil telefonda, istərsiniz notebookda o işarəni bir əl hərəkətinə tıklayın ki, daha çox insan bizi görsün. Bir də hansı şəhərdən, hansı ölkədən baxırsınızsa onu mütləq yazın. Mütləq yazın, monitoring. Hər dəfə dediyim kimi dostları sevindirir. Çünki dünyanın bütün ölkələrindən bizi izləyirlər, proqramımıza baxırlar. Bir də düşmənləri sevindirir. Yox, onları əsəbləşdirir. Çünki onlar istəmirlər ki, həqiqətlər söylənsin. Yalan, yalan, yalan. Ətrafımızda olan imperiyalarda, ətrafımızda olan çirkab rejimlərdə ancaq yalana arxalanırlar. Amma yalanla bitmir. Təkcə yalanla bitsəydi, hansısa Sovet hökumətinin son dövrlərindəki kimi, onu qəbul etmək olardı demək məncə düzgün deyil. Amma belə xalq dilinsə yola vermək olardı. Yəni, Sovet dönəminin son illərində işıqlı kommunizmdən danışırdılar, yalan dalıcan yalan idi, Brejnev bütün planları yerinə yetirirdi, Amerikanı bir gün sabah keçəcəkdik, kapitalizm çürüməkdəydi, orada dağılmaqdaydı, bütün dünya bizdən düşmən idi, amma sosialist layihələri bizdən dost idi. Amma Sovet hökuməti tərpənən kimi birinci düşmən ilə sosialist layihə oldu, NATO'ya girən də birinci sosialist layihə oldu və indiyə kimi də taxtabaşlar burada. Hətta o gigiyenik əşyanın adını daşıyanlar da burada NATO deyəndir, NATO'ya girirdi o. İndi ərəb ölkələrini vurur İran, deyir, bəs oradan onların axı Amerikanın, deyəsən, bazarsa, ben ağarsın. Heç də, səni də vursunlar da, sənin də burada İsrail, Amerika ilə dostluğun var da, qoy hamını vursun, sən də burada otur, ancaq deyək, ben ağarsın, sən də keç onların tərəfinə, get çürü orada elə it kimi sürün ora-bura, necə sürünürlər, sən də, çünki onların taysan axı. Yəni, buradakı taxtabaşı və o ifunət başlıya mən söyləyirəm. Ya, niyə NATO'ya girmək istəyirdi o sosialist ölkələrə? Rusiyanın qorxusundan da can qutarırdılar da, Balqariyası da, Rumuniyası da, hamısı da, indi da Finland, İsveç hamısı, heç sosialist ölkəsində olmayanlar hamısı qaçdı, getdilər, girdilər NATO'ya ki, bundan can qutarsa. Orada da ərəb ölkələri, sən deyirsən ki, mən hamını öldürəcəm, İsraili məhv eləyəcəm. Baxın, İran və ətrafında olan dövlətlər öz xalqının beyninə yeridir ki, bilirsiniz, İran xalqının Rus xalqından, Rusiya xalqından fərqi ondadır ki, ora ayıqdır. İran xalqı rejim görüb, amma şah rejimini görüb, orada bir inkişaf var idi o rejimdə. Nə var onu demək lazımdır. Bizə dost rejim falan deyil, amma orada inkişaf var idi. İqtisadi inkişaf var idi, elmi təhsilin inkişafı vardı. Səhiyyə indiyə kimi İranda yaxşı sayılır. Həmən o şah dövründən qalan o inkişafın qalıqlarıdır. Və digər iqtisadiyyatda da belə xüsusi mülkiyyətin gücündə, həqiqətində, hüquqi müstəvidə inkişaf var idi o rejimdə. O yüzden də bugünkü İran xalqı ilə Rusiyada yaşayan xalqın fərqi var. Yalanlara daha çox etiraz edən və daha çox yalanlardan uzaq yazıb gerçəkləri bilən İran xalqıdır, Rusiya xalqı deyil. Bu faktdır. Küçədə gülləlilər yenə etiraza çıxırlar. Onlar qəhrəman, cəsarətli insanlardılar. Və İran, baxın, görün necə öz xalqını rəzil hala qoyub və bu dövlətin gələcəyini necə qaranlığa salıb. İran ətrafında nə qədər dövlət varsa, onların %99.9'u Müslüman dövlətidir. Hamısı ilə düşməndir. Hamısı ilə. Saudi Ərəbistanı ilə, Birləşmiş Ərəb Əmirlikləri ilə, Bəhreynlə, Omanla, Qatar hamısını da vurur. Küveytlə, İraqla, hamısı ilə düşməndir. Azərbaycanla. Azərbaycanla bütün gün oradan bizim əleyhimizə və gah qısır danışır, gah sepah danışır, gah o birisi hürür danışmaları hürürlər. Gah Ərdəbilin bilməm o əyalət mollası orada banlayır və digər o birisi. Bir dənə ölkə var ki, ətrafında, onunla sarılan ölkələrdə onunla düşmən deyil, o da Ermənistandır. Amma xeyr, Ermənistan da son illərdə bizə məğlub olandan sonra, Rusiya ilə bir yerdə, İranla bir yerdə bizə məğlub olandan sonra, Ermənistan artıq o da həqiqəti söyləməyə başlayıb və Azərbaycanla demək olar ki, beyni yolda getməyə başlayıb. Yəni, həqiqətləri söyləyir. Paşinyan ətrafındakı, o gün Simonyan, onların parlamentin rəhbərinin, spikerinin familiyası nədir deyəsən, Simonyandır, Alen Simonyandır deyəsən. Hər halda familiyanı səhv eləyə bilərəm, siz kommentlərdə yazın. Görürsünüz, ona erməni jurnalisti sual verəndə ki,
Arçaq, bilən ki, nə Arçaq? Arçaq var, o Qarabağdır, o da Azərbaycanın ayrılmaz hissəsidir. Onun adı Qarabağdır. Ermənistan parlamentinin sədri deyir bunu. Bunu deyəndə 100% Xomneyinin qalıqları ürəyi tutub belə ki, bu nə danışırıq ki, biz bütün Arçaqdan danışırıq, Azərbaycanın paralanmasının, məhv olmasını istəyirik. Azərbaycan yüksəldir ki, buradakı Azərbaycanlılar da özlərini ruhlanacaqlar. Burada da bir Azərbaycan hüququ istəyəcəklər bizə, məktəb istəyəcəklər, mədrəsə istəyəcəklər, institut istəyəcəklər. Necə yəni Arçaq yoxdur? Gör Ermənistanı. Bəli, indiki Ermənistanla İran dost deyil. Niyə? Çünki o Azərbaycanla artıq yaxınlaşmağa başlayıb. O Ermənistan Azərbaycanla düşmən olsa, onda İran ondan dostluq eləyir, ona qaz verir, neft verir, kömək eləyir, üzündən, gözündən öpür. Hətta işğala göz yumur, belə də, biz sənlə eyni millətik, şeydə də yaxşı. Bizlə gələcək, biz işğalın əleyhinəyik, belə. Bəs bir hərəkət eləyərsiniz, biz deyirik, o vaxt Heydər Əliyev yazıda İran rəsmilərlə görüşəndə, İlham Əliyevlə görüşəndə, dəfələrlə deyib, onlar deyirlər ki, biz hərəkət eləyə bilmərik, amma biz işğalın əleyhinəyik. Buradan da erməni deyir ki, əcəb eləmirsən. Biz oradakı evləri də satın bizə, oradakı torpaqlar hamısı kömək eləyəcək belə. Bu İran deyil, İrandır. İrandır. Bu bütün müsəlman dövlətlərindən düşməndir. Və indi Trump'ın nə var ki, Trump alır qulağının da arxasına, boynunun da arxasına, deyirdi ki, orada bir dənə də bundan sonra adam edam eləsilər var. Düzdür, vurur indi. Vurur İsraillə birlikdə, amma o rejim indi başlayıb gəncləri küçədə yenə də asma. Gənc insanı, bunun bütün həyatı irəlidədir. O gənc insanı bir ana, ata böyüdür. Ailənin ona ümidi var. Ailə uşaqlıqda, balacalıqda, onu ilk danışanda seviniblər. İlk hansı sözü deyəndə seviniblər. Dünyaya göz açanda o uşaq yer yeyəndə seviniblər. Onun üçün ad günləri keçiriblər və böyüdüblər. Baxın, görün necə bir oğlanı, bax, küçədə insanların gözünün qabağında əsirlər, asırlar, baxın. Belə alçaqlıq olar. Bu insanın 19 yaşı var. Güləş üzrə dünya çempionudur. Deyəsən güləş üzrə, bəli, trikodan görülür. Dünya çempionudur o yeni yetmələr öz yaşlıları arasında. Bilmirəm milliyyətçi kimdir o, bilmirəm. Fərq eləməz, Kürddir, Belujdur, Türkdür, bizinkidir bəlkə də. Üzdən bilmir, cavan oğlandır da, Farsdır. Onu asırlar. Asırlar, küçədə asırlar. Necə orta əsrlərdə o xaçpərəstlər inkvizisiyada insanları yandırırdılar. Bu alçaqlar gənci asırlar. Nə cavab verəcəksiniz onun anasına? Burada taxtabaşlıq eləyib o, düz ölüm cəzası lazımdır. Burada da deyirlər bizə, hayf gör ölüm cəzası. Sən oradan assalar xoşun gələr, görürsən evladımı aparıb oradan assalar. Bu cür gənci asmaq olar. Öz əlini qaldırıb yuxarı, hər qələbədən sonra deyirdi, nə deyirdi, o nə deməkdir? Allah təkdir. Adam hər qələbəsini Allah'a əsir eləyib. Və siz Allah adamısınız orada. Allah birinci, sizin kitabınızda birinci 10 əmrindən birincisi öldürmədi, öldürmə. Sən Allah yaradanın heç dırnağını düzəldə bilmirsən. Ki, dırnaq düşəndə təzədən böyüyür, belə onu İran, sən bomba düzəldə bilərsən, raket düzəldib ata bilərsən müsəlmanların başına və insanların başına, müsəlman olmayanların başına, öldürə bilərsən. 15 kilometr səhvlə gedib binanın üstüne düşüb, orada uşaqları da öldürə bilər. Amma o uşaqların bir dırnağını düzəldə bilməzsən. Alçaq. Sən necə insanı asırsan, necə öldürürsən? Niyə öldürürsən? Yaxşı, qoca arxavı qorumaq üçün o arxavı vurdular, dağıtdılar da. Və indi təsəvvürünüzə gətirirsiniz ki, o Xomneynin oradakı ölümü bu gəncin anasını nə qədər sevindirir? Və belə gənclərin analarının İranda olan o evlat anasının, evlat dərdi çəkən anaların nə qədər böyürəndi sevinci var onun ölümünə? Nə qədər, onun üçün bayram edirlər, onun üçün evlərdə cam şanlıq eləyirlər, küçələrdə onlarla beziblər. Alçaqlıqdan. Necə öldürməyirlər bu gənci? Necə? Və bütün bu vəhşətin içində Azərbaycan indi ortalıqda artıq bir cənnətə çevrilir. Siz Rusiya olsun, siz İran olsun, siz Əfqanistan olsun, siz Pakistan olsun, siz İraq olsun. Hara baxırsınız da, yəni Xəzər dənizində bu tərəfə danışıram mən. Hər tərəfdə bombalar, hər tərəfdə atılır. Amma o bombalar da sabah bitəcək. Bu bitməyəcək. Bu bitməyəcək. Küçədə az yaşlı uşaqların, qadınların gözünün qabağında gənc, Tanrının yaratdığı gözəl orqanizmə asan rejim mütləq bədəlini görəcək və görür də bədəlini. Bu heç vaxt bitməyəcək. Bütün o İran xalqının gözündə psixoloji travma var içində.
Çünki onların gözünün qabağında əksi siz həyatda, bax siz həyatda, yəni həmən o ifunət başlara deyirəm, avtofa başlara deyirəm. Elə rus tərəfdarlarına, taxta başlara, satqınlara, alçaqlara deyirəm. Bir asılmış adam görsəz həyatda, asılmış, özünü asmış, intihar edib və yaxud da asılmış bir adamı görsəz, ömür boyu yuxunuza girər. Ömür boyu səksənib gecə durarsınız ki, bu ölkənin gözünün qabağında küçədə bu cür igidləri asırlar. Asırlar, öldürürlər. Bu nə vəhşətdir? Deyirlər orta əsrlər. Hansı orta əsrlərdir? Harada Osmanlı'da belə bir şey olur mu? Xeyr. Xeyr, xeyr. Bütün o Oykuma Osmanlı idarə edirdi. İsraildən tutmuş Məkkəyə qədər, Məkkədən tutmuş Serbiyə qədər. Xeyr. Xeyr. Heç vaxt. Heç vaxt küçədə belə hadisələr baş verməyib. Hələ orta əsrlərdən gedir söhbət. Qalmışdı ki, Atatürk kimi bir işıq, bir dünya güneşi, igidliyi gəlib Türkiye'ye gələndən sonra nə ölüm cəzası, nə insanı küçədə asmaq, insani dəyərlər, yenə təkrar edirəm, elm, ədəbiyyat, incə sənət, aktyorluq, kino, azad düşüncə, qürur, bu gözəl anlam, hamısı İranda məhv olur. 90 milyonluq insanları bu hala. Yaxşı, bu gənc qıza nə deyirsiniz? Baxın, bir sizə göstərirəm, bu qızın adı Məleykə Əzizidir. Bilmirəm nə millətidir, baxın, onu da asıblar. Gəncəcik qızdır. Nəyin üstündə? Şəkil yanı. Bu əl qaldırmaq olar. Nə qədər alçaq olmalısan, nə qədər vicdansız olmalısan. Və deyilənlərə görə, mən inanıram bu deyilənlərə, çünki belə İranı sevən, təəssübkeş insanlar mənə deyirlər, oranı vətən bilən insanlar mənə deyirlər ki, orada bakira qızları öldürmək olmaz, çünki bakira qızlar, dini kitablarda belədir ki, o öyrəndə avtomatik də, mexaniki, yəni cənnətə düşür. Belə də, onların düşüncəsinə görə belədir, bakira qız cənnətə düşür. Qızcığaz bakira olduğunu görür, əvvəl zorlayırlar, o sepah, sonra öldürürlər. Təsəvvürünüzə gətirirsiniz bu alçaqlığı. Və bundan sonra bizim yanımızda, burada durub. İran, həmən o rejimi tərifləyənlər var. Burada Kərimə dövlətini yaratmaq istəyənlər var. Burada hansı ki, indi quyruq bulurlar, gizlənirlər, cürbəcür adlarının altında ya. Alçaqlar bizim bayrağımıza nifrət edirlər. Bizim ordumuza nifrət edirlər. Azərbaycanın yüksəlişinə nifrət edirlər. Azərbaycanın adına nifrət edirlər. Onlar istəyirlər ki, həmən İranda kim var, burada assınlar insanları. Və inandırım sizə ki, onlar qaça-qaça birinci gedib orada danos yazacaqlar ki, bax bunu as, ona as, ona as, ona as. Düz axırda özdən asacaqlar. Təbii ki, həmişə belə olur. Həmişə belə olub, amma özü cəhənnəm asılsın o iğrəncin və çirkabın biridir. Necə bu qızcığaz asmaq olar? Qızcığazın məncə 20 yaşı var, mən səhv eləyə bilərəm, amma oğlan 19 yaşı var. Bütün dünyanın gözünün önündə nə BMT, nə beynəlxalq hüquqlara, nə siyasət, tüpürüm sizin siyasətinizə. Bütün yer kürrəsinin, siyasi xadimlərin, həmən o görbagör olmuş Həprim Xomneyni ilə Makronu da bir yerə yıxsaz. Bilməm, Stalmeri də gətirib onun yanına qoysaz, ifunətli o botokslı Putin də gətirib oraya qoysaz, bu qızcığazın bir dırnağı olanmaz. Alçaqlar. Bu qızcığazın tər nəfəsinin, bilirsiniz, onun gül çiçəyi, oğlan, o yigidin, göstərdiyimiz o yigidin, bir dırnağı belə ola bilməzsiniz. Amma bu cür insanları, bu cür insanları küçədə asırsınız. Sonra da Allahdan danışırsınız. Allah cəza. Allahdan cəza istəyirsiniz. Kimə? İsrailə. İsrail küçədə bunlar asır, siz asırsınız. Öz millətinizi küçədə gülləli. 30 mindən artıq adam güllə, belə gənc gülləliyiblər. 30 min ailənin evində faciə var. Nəsillərində, qohumlarında faciə var. Gözlərində qorxu. Bu həyat deyil. Bu dəhşət və vəhşətdir. Və mən sizə hər dəfə İranda hansısa mollanı, hansısa bilmirəm, gələn kimi vururlar da, İsraillə Amerika vurur orada, düzü dənliyirlər bir-bir. Hər dənliyəndə evlərdə bayramdır. İndi nə başlayıblar eləməyə? İndi 3-4 Xomney tərəfdarı çıxardırlar küçəyə, əlində bayraq, provokasiya eləyirlər. Təsəvvürünüzə gətirirsiniz alçaqlığı, provokasiya eləyirlər. O Xomney tərəfdarları bayraq qaldıran kimi, yanından qışqıran kimi jekdən zatdan yığıblar da, işçiləri zaten orada qışqırmaq üçün. O dəqiqə insanlar evdə qışqırırlar Xomneyni əleyhinə, o rejimin əleyhinə, bezib də cəmaat. Neynirlər? Provokasiya eləyib, bu adamlar qışqıran kimi balkonlara 20 yanvardakı alçaq
həmən o Primakov, bilmirəm, o Qarbaçov bizi balkonlarımızı güllə atdıqları kimi, amma o düşmən idi. O Rus ordusudur. Tankla gəlib şəhərimizə girib balkona o güllə atırdı. İndi burada İran vətəndaşı İran vətəndaşına, balkondakına oradan güllə atır ki, sevinməsin, ki mahnı oxumasın, ki yaşamasın, ki əclaflığa qarşı səsini çıxartmasın. İstədiyi vaxt gəlib onu evdən asın. Baxın bu videoya, baxın bu alçaqlığa. Mən sizə göstərim indi. Baxın, İranlı küçədir. Görürsünüz? 5-6 adam yığıblar olarak orada provokasiya edirlər. Güya hökumət yandı. Cəmaat da evdə çıxan bilirlər də bayırda. Onsa orada bombalı yuxarıdan. Yığıblar orada provokatörlər, diyorlar. Bu tərəfdən cəmaat səsini çıxardacaq. Yığıblar aşağı elə. İndi o balkondan bir oradan insanları balkonda vururlar. Kişi quş yuvasında vurulmaz. Bunlar insanı balkonda. Balkonlarda baxın bu faciə. Diqqətlə baxın. Dayanıb orada. Əlinə silahı. Ördəki ona şey verir. Nişanı verir. Əlaqı göstərir. Və o balkona ateş açır. Snayperin silahı ilə. Allah'tan danışırlar sonra. Allah belə deyil. İmam Hüseyin belə deyil. O səbəb fəs belə deyil. Yoksa Mehdi gələndə sizə deyəcək, sağ ol, mən demişdim ki, sən öz millətini, heç bir günah olmayan insanı vur, öldür, as, belə demişdim. Belə deyil mi? Bu dəhşət tam yanımızda başlıyor. Bizim qonşuluğumuzda başlıyor. Nəinki qonşuluğumuzda, soydaşlarımızın başına gəlir orada. 10 milyonlarla, orada Türkman da mənim soydaşımdır, Qaşqay da mənim soydaşımdır. Amma belə gedirsə, Fars da mənim qardaşımdır, Beluc da Kürt də mənim qardaşımdır. Soydaşım olmasa da qardaşımdır, o insandır. Və bununla mənimlə heç bir düşmənliyi yoxdur. Mənim heç kimlə düşmənliyim yoxdur Türk olaraq, onların da mənimlə düşmənliyi yoxdur. Mənim Belucla nə düşmənliyim var? Farsın özü ilə mənimlə düşmənliyim ola bilərək. Nə? Nə alacaq verəcəyim var ki, mənim Farsın? Qədim mədəniyyətimdən də xəbərdarıq və o mədəniyyəti də hörmət edirik. Amma bu rejim bizim yanımızda soydaşlarımızın başına boynu getirir. İndi bombalayırlar oranı. Və fikir verin. Əgər doğrudan da bu rejim, mən bilirəm ki, belə çirkəba qoşulub gedəcək, batıb gedəcək o rejim, Rusiyanın rejimi ilə birlikdə. Hərəsinin öz vaxtı var təbii ki, bunlar baş verəcək, mütləq baş verəcək. Amma siz təsirini düşünün ki, onlar doğrudan, bunlar Amerika İranı deyil, İran Amerikanı bombalasaydı. İsrail bugün İranı deyil, İranın təyyarələri İsrailin üstündə, bax belə gəzə bilsəydilər cəzasız, onlar bizim də üzərimizdə gəzəcəkdilər. 100% gücü olsaydı. Və buradakı həmən o avtofa başlar, onlar üçün bayram olacaqdı. Məktəblər, qız məktəblərini bağlayacaqdılar. Elə məktəblərin özünü bağlayacaqlar. Orada Cəlil Məmmədquluzadəni, Hüseyin Cavidi, Ələkbər Sabiri öyrənməyə qadağan edəcəkdilər. Kino, teatrı qadağan edəcəkdilər. Diskoteka da güllələyəcəkdilər gelib içərdə insanları. Bunu istəyirlər. Gücləri yoxdur. Gücləri çatmır. Baxın, bu Rusiyada biz başlayın dedik ki, onun gücü çatmayacaq Ukrayna. Nə oyun çıxardırdılar? Kiyevi bombalayırdılar, başını bombalayırdılar. Biz də deyirdik ki, oranı bombalamaqla deyir. Onda Ukrayna indi başlaya bilib də Rusiyanı vurmağa. Əvvəl Ukraynanın heç nəyi yox idi axı. Bu bütün belə taxta başlar burada deyirlər. Bəsdə, oturmuşuq burada Moskvada keyf deyiz, müharibə bilinmir burada. Danışırsan, deyirdim, bilinəcək, gələcək, başıva töküləcək. Səndə bax, nə internet olacaq, nə su olacaq, hələ Moskva axırıncıdır, amma bütün Rusiyada. Görəcəksən nə olacaq. Amma o, deyən Moskvada oturmamışdır, burada Mikrayında oturub deyirdi, Kamran gedə, burada bizə nədir, Rusiya, çünki alçağın bir o zinadan əmələ gələndir, 100%. İnanın mənə. Ətrafınızda kimsə desə ki, Azərbaycanın əleyhinə, bax siz deyəndə ki, Azərbaycanın belə uğuru var, biz Rusiya imperiyasını buradan qovmuşuq, Xankəndi artıq bizimdir, ərazi bütövlüyümüz var, Türk dövlətləri ilə dostluq, Türkiyə ilə qardaşıq, bir gün sabah deyə Ənvər Paşanın adına Xankəndində küçə adı qoyulur. Şükür Tanrıya.
Ənvər Paşanın adına, bir zaman Nuri Paşanın adına qoyulacaq. Elə heykəlini də qoyacaq Nuri Paşanın. Böyründəki deyəcək ki, ay gördü Kalpaşa, mən Rusiyanı sevmirəm, amma bilin ki, o alçaq zinadan. O həmən o 11-ci Qızıl Ordun buralara girib o zorlama əməliyyatından sonra əmələ gələndir. 100%. Qan danışır onda. O ifunətlidə qan danışır. Çünki yoxsa niyə Azərbaycan əleyhinə danışır? Niyə Xankəndi bizim olmasının sevinməsin? Hə? Niyə Nuri Paşa, Ənvər Paşa? Sən xilas ediblər, gəliblər. Sən şəhərdə onun üçün yaşayırsan ki, Nuri Paşa gəlib bura. Qafqaz İslam ordusu gəlib bura, xilas edib Şaumyandan, bilməyəm obrisindən, Şaumyan artıq ölmüşdü. Sentr Kaspidən, Ruslan, Ermənidən alıb altından çıxardı. Çünki zorluyla 31 Mart deyə gəlir. Bax, gəlir 31 Mart. Söz vaxtına çəkər. Küçədə qadınları zorlu, kişilərin başını kəsiblər, bellərini İslam'a var. Burada Hüseyin Hacı küçəsində indi oranın adı. Və o küçədə, şəhərin qabağında, bütün Bakıda, Şamaxıda, Qubada, hər yerdə Türk ordusu gəlib xilas edib. Niyə Bakıda oturub? Onu bilən, bax bilir, bəzilə deyə bilmirlər. Yox, bilir, deyirsən də gələndir, hafif gör Kalpaşa, hafif gördü İvan, Şaumyanın altında qalmaq. Çünki o altından çıxandı da ondan yaranıbdı o. Vəssalam. O qədər sadə. Biz deyirdik, Moskva bu hala gəlib çıxacaq. Baxın, görün nə haldadır Moskva. Biz danışmırıq, özləri deyirlər da, Kamran lazım deyil. Buna da deyin ki, bəs sanarlı, otmuşam burada keyf deyəm, konsert deyəm Moskvada. Bu qadına belə cavab verə bilərsiniz. Baxın buna. Что, блин, происходит? Вы можете мне объяснить? Алло, там, Ростовская область, Московская, Краснодарский край. У кого-нибудь расскажите, нормально работает? Точнее, у меня вообще не работает ни WhatsApp, ни Instagram, ни Telegram. С VPN, без, с Wi-Fi, без Wi-Fi, вообще никак, абсолютно. Мне по работе очень много пишут, причем мессенджеры это WhatsApp, Instagram, а я не могу ответить. Я уже ездила по всему Дагомысу, по всему Сочи. И что вы думаете, я границу с Абхазией перешла, вставила абхазскую сим-карту, и только сейчас у меня вообще что-то заработало. В России вообще ничего не работает. İşləmir heç nə. Nə WhatsApp işləyir, nə Facebook işləyir, nə bilmirəm, internet yoxdur. Biz deyirik olmayacaq internet. Bahane də deyiblər ki, siz vururlar bizi dronla Ukraynalar. Ukraynalar günahkardır. Deyir, vurublar Peterburgu, bilirsiniz də. Limanları vurublar, Leningrad vilayətində, Peterburgun özündə dayanıb, indi yanır hələ. Üsluğu vurdular bir günləri, vurdular. Dünənlərin bilmirəm orada Peterburgda neft emal etdikləri, nefti ixrac elədikləri limanları vurub da Ukrayna öz istehsal elədiyi raketlə Peterburgu vurur. Artıq bunlar çaşıblar. Çünki bunlar bilirlər, belə fikirləşirlər ki, Moskvada çalıb oynayacaqlar. Bütün günü konsert olacaq. Ukrayna'nın 3 günü alacaqlar, uzaqbaşı 1 ay alacaqlar. Oraya Rusiyanın bayrağını sancacaqlar. Qazmanov gelib orada konsert. Putin'e, nə danışsan, Putin'e şey bilir. Putin'e, bu kişinə də, Vladimir bildir. Belə Putin deyə hər şey olacaq. Bunlar belə ağızlarını ayırıb keyfdə qalacaqlar. Ukrayna, necə, Peterburgu vurmayacaq ki. Şirkətimdə Vladivostoku vurmayacaq, Moskvanı vurmayacaq ki. Moskva deyə buranı vurmaq olar. Heç hava müdafiə qüvvələri zaten hazırlaşmayıblar. Və Ukrayna özü indi dron istehsal edir, dünyaya satır, Ərəb ölkələrinə satır, Amerikaya satır. İndi özü raket istehsal edir, Flamingo, onunla B6, B7, B8, bilməm, uzaqları vurur və Peterburgu vurur. Və biz burada deyirdik 5 il bundan əvvəl, 4 il bundan əvvəl. Vaxt gələcək Ukrayna Rusiyanı vuracaq. Özü istəyirsiniz, Ukraynaları elə yaxşı tanımırsınız. Və siz ağlayacaqsınız. Ukraynada hər şey olacaq, sizdə heç nə qalmayacaq, heç nə. İnternetsiz bir təsəvvüzü gətirin də interneti, yəni dükana gedirsən, mobil telefon yoxdur, mobil internet yoxdur, heç nə. Nə pul keçirə bilirsən, nə sənə WhatsAppdan danışa bilirlər, nə mesaj göndərə bilirsən, nə taksi çağıra bilirsən, heç nə yoxdur. Bax, Rusiya indi ölü halındadır və bunlar bu harasıdır. Bu hələ şey, indi həmən o vaxtilə yazana buradan deyirəm, ölməyib ki, orada oturub. Yaz oradakı Kamran nə danışır, yox, qüs nə danışır. Burada keyf deyək, biz videonu çək göstər görüm, necə keyfdəsən orada alçaq. Sən nəcissən? Sadəcə. O qədər. Çünki danışdığın havadır. Bir kişi xeylağı danışdığına mütləq əminlik gətirməlidir. Və bu, ona görə burada razborka. Bəzən deyirlər, Rusça deyim. Ki, yox, razborka bir də La soba tupix, Rusçanı bilənlər üçün. Taxta başlar üçün bir də deyirəm ki, razborka ona görə Rusça işlədirəm ki, bu sözün mahiyyəti Sibirdə, türmədə icad olunmuş bir janrdır o. Yəni, söhbət ancaq argumentlərə, faktlara dayanmalıdır, razborka. Araşdırma başqa şeydir, anlaşma başqa şeydir.
Bu başqa sözdür. Ona görə siz necə deyə bilərsiniz? Telefona eşidici. Bunun adı telefondur və bu danışığın adı razborkadır. Başa düşürsünüz? Yəni burada ancaq arqumentlər farklı. Baxın, arqument və fakt. Demişdik. Oldu. İndi Moskvanın küçəsində gələndə konsert fikirləşirsən, yoxsa yaxşı kef fikirləşirsən, yoxsa indi bax göstəririk sizə. Bax bu mənzərəni görürsən Moskvada. Baxın bu dəhşətli mənzərəyə. Görün Moskvanın küçələrində hansı mənzərə var. Təkcə bu qızın qışqırığı deyil. Bax. Миллионов рублей. Сразу подпиши контракт сегодня. Bir də verin zəhmət olmasın. Moskvanın mərkəzində ekranlar, belə maşınlar gəldi yanır. Получи гражданство. Подпишись Минобороны. З. Закрой долги. В. Возьмешь ипотеку. Çağırırlar, gedin pul, özü orada deyir və eşidilmədi, biraz orada deyir ki, yəni siz həm vətəndaş, o əskər belə güya formasında bir aktyordur, Moskvanın mərkəzində deyir ki, yazılın, gedin, kontrakta qol çəkin və gedin Ukraynaya ölün. Kim qol çəksə ona o həmən vətəndaşlıq verəcəyik. Bunu Rusa demir ki. Deyirlər ki, Rus özü üçündür. Necə Rusun özünə vətəndaşlıq verəcək? Amma bu bizə deyir. Çırna zadları var, onlara deyir. Kimə çurka, çurban deyir, onlara deyir. İndi axırda sizə göstərəcəm necə münasibət bəsləyir bizə oradakılara. Yəni ki, bu deyir ki, yəni gəlin vətəndaşlıq o saat verək sizə, kreditlərinizi bağlayıb, hoppalan göndəririk ora və orada gedən kimi də meyd eləyib atacaqlar, bilməm, krematoriya yandıracaqlar ya da torpağın altına çöyə, ya da üstünə belə ifrazatlarını eləyib, deyəcəklər Çernazadın onsuzca, döyə-döyə öldürmüşük və əqqamızı təmizləyirlər. Bu belədir. Baxın Moskvanın küçələrinə. Artıq boş küçələr, internet yox, ərzaq qıtlığı başlayır, qiymətlər qalxır, internet yoxdur, əsas ölüm oradadır. Qaranlığa qərq olan Moskva və birdən-birə də maşının ekranlı maşına gəlir ki, "Ты записался добровольцем Чурка." Yəni, bunlar oradan hər yerdən ancaq çağla get, öl. Belə, bəs necə olmalıdır. Söyləyəcək Paplano. İndi General Ivashov birazdan sizə göstərəcəm, birdən-birə ortalığa çıxıb və deyir ki, doğrudan da sizə Paplano idiot. Çünki Putin planı Rusiyanı dağıtmaqdır, bizi məhv etməkdir. Söyləyəcək Paplano. General Ivashova qədər mən başqa bir şey sizə göstərəcəm. İnternet olmayanda nəinki marketlərdə, nəinki restoranlarda, nəinki taksi çağıra bilmirsən, taksinin pulunu verə bilmirsən, nəinki öz rəfiqinə WhatsApp-dan bir söz söndürür, nəinki hansı kinoya baxa bilmirsən, bilmirəm də verilişə baxa bilmirsən, bax YouTube, heç nə yoxdur da, heç nə. Tuvaletə gedə bilmirsən Moskvada. Niyə? Bakın bu videoya. Друзья, это общественный туалет на Тверской. В связи с ограничениями и отсутствием интернета оплата невозможна, поэтому пописать это тоже задача под звездочкой. Ну, только наличные спасают. Переходим, видимо, на наличные. Hayatta olan sənlərə tuvaletə də gedə bilmirlər. Orada da pul vermək üçün internet lazımdır. İnternet yox deyənə tuvalet qalıb istifadəsiz. Moskvada internet yoxdur. Aeroport dayanır, restoranlar dayanır, tuvalet dayanır və onlar mətər qalıblar. Nə baş verir? Söydüt Paplano. İndi deyin, Kamran bəsdə, Putin'dən çox bilirsən sən, Putin bilmir. Nə danışırsan, sən özü bilir, həmsin illiyik elə, özü uzadır bir şeyi. Qarabağ da özü verib bizə, Bəşər Əsəd də özü verdi türklərə, Manduran da özü verib Trump'a, bir də Kuban da özü verəcək, İran da özü verir, hamısını özü verir, Rusiyanın da özü bugünə qoyur, özü bilir, hamısını bilir, hamısı söydüt Paplano. Axmaq, düdük, nə sən heç nə bilmirsən, nə də təriflədiyin Putin. Heç nə bilmir. Bunlar çoxdan qocalıblar. Elə əvvəl də heç nə bilmirdilər. Ancaq pul oğuramağı bilirlər. Fakt göz önündədir. Niyə bunların səsi çıxmır ki, bunlar çumodular? Oradakı əhalinin əksəriyyəti çumodur. Heç vaxt səsi çıxmayacaq onun. Heç vaxt. Yalvara bilər, artıq yalvarmaqdan da kesib. Çünki nifrət eləyirlər yalvardıqlarını. Yalvarmaz. Bunt olacaq sonda. Ruski bunt, on bismıslinli, bispəşşadlı tarix hər zaman təkrar olur. Və bunt da əzilən Çernazadlar olacaqlar. Biz nə demişik? Onlar hamısı olacaq. Niyə? Gələcəyi bilirik. Niyə? Çünki keçmişdən xəbərimiz var. Niyə? Çünki tarixi sevgimiz var.
Siyasətçinin də tarixi sevgisi, tarixi bilgisi yoxsa o bu fəlakətlərə gətirib çıxaracaq öz xalqını. Deyil? Putin həmişə peçeniklərdən danışır, hansı olmayan tarixdən danışır, yəni bilmədiyi şeylərdən danışır və deyirdik ki sizə, bunların bütün istehsalı hamısı yalandır. Yadınızdadır 9 mayda oturardı belə, bütün dünya yığışardı bunun yanına. Amerikanın dövlət başçısına tutmuş, Fransanın dövlət başçısı. Bizim dövlət başçılarımız orada lab axırda olardılar. Mərkəzdə Fransa, İtaliya, Almaniya falan, o burası. O keçmiş eseri, bizim deyəndə mən keçmiş eseri postsovet ölkələrindən danışıram. Onlar 9 mayda tank, yeni tank, armata. Armata! Gəlib oradan keç, armatadır, armatadır nədir? Mən bir maşınım vardı, onun adı armataydı ama ondan deyir o. Armata idi, o da o maşın da yekə maşını idi. Bu tank böyük, nəhəng bir tank idi və gəldi düz mavzeleyin qabağında söndü. Biz o vaxt deyəndə ki, bu elə belədir, bu elə yalandan çıxartmışdı. Fanerdən filandan vurub üstünə rəngləyib, bu əslində tankın zadı yoxdur, köçmüş esserini. Deyirlər, Kamran, biz əskərdə sən nələr görmüşük. Bəs sən deyirsən Ruslardan xoşun gəlmir. Sən deyirəm, ay kişi, mən həqiqəti bilirəm, sən düdüyün birisən, heç nə bilmirsən. Qulaq aslında danışırıq, heç nə yoxdur bunun. Bu hansı müharibə girsə uduzacaq. Necə Suriyada uduzub, o vaxt deyirdim mən, yəni Türkiyəyə necə. Təyyarəsi vurulub, heç nə cavab verə bilmir. Bu yoxdur, bunlar köhnədir. Köhnəlib gedib bunlar. Yeni müharibə üslubu gəlir. Bu ona hazır deyil. Bunun topu da tüfəng hamısı köhnəlib. Ancaq uşaq öldürə bilər. Ancaq bu vurub mülki insanları öldürə bilər. O raketlə heç bir dövləti qalib gələ bilməyəcək. Amma indi üstündən 5-ci ildə müharibə gedir. 4 ildən çox keçib. Artıq mən dediyim sözləri Rusiya dövlət televiziyasında deyirlər və sual verirlər. Biz Kiyevin ətrafından niyə qaçdıq? Bəhs hanı o armata? Baxın Rusların özləri nə danışırlar dövlət televiziyasında. Знаете, ведь когда началась специальная военная операция, вот мы с вами в этой студии, сколько раз мы говорили, что а как же так? А вот это изделие, которое нам показывали на параде Победы, на параде, вернее, на Красной Очевидно, именно это он и имел в виду. Конечно. А как же беспилотники, которые нам Беспилотники, демонстрировали? да. Где Потом, они? когда началась... Оказалось, их 3 к началу спецоперации. Когда началась настоящая война, вдруг выяснилось, это не стреляет, это не летает. Павел, вы участвовали весной 2022 года в походе российской армии на Киев. Мы уже стояли на пороге столицы Украины. Почему мы ушли от Киева? В чем, по-моему, по вашему мнению, причины? Что помешало? Есть вот то, что вы сказали, да, там мы стояли под Киевом, вот мы могли зайти в Киев. Это заблуждение, которое я очень часто встречаю и как свидетель тех событий готов опровергнуть. Когда наша колонна двигалась, я насчитал 6 колонн сожженной бронетехники, там сгоревших солдат внутри, видел еще их. Там, 6 колонн, yanmış 6 колонн görüb adam. С передовой, с Гостомеля, с Ирпения, с Бучи, о том, какое кровавое месиво там началось. Дело в том, что, опять же, рассуждая о глупости и измене, нас там ждали. Нас там ждали и малыми силами оказали сопротивление настолько ожесточенное, что мы умылись там кровью. Вы умылись там кровью, вас там ждали, да, вас там ждали. Вы думали, со цветами там вас ждут, да, а вас там ждали с джавелинами и с байрактарами. Çmor. Baxın, bax, fakt budur. Biz o vaxt deyəndə ki, bunların armatası filanı, o 9 mayda göstərdikləri poalar filanlar hamısı yalandır. Az qalırlar burada, siz burada hörmətli adamlar var, onlar deyirlər, ay Kamran, sən siyasətdən biraz nahaq belə danışırsan, sən elə danışırsan ki, nə oldu? Haradasan, deputat, məşhur siyasətçi, belə Kamran şovmen deyil, danışırlar, vəzir verişlər deyil, haradasınız indi? Siz şovmen dırnağı deyirsiniz. Dünyanın güclü siyasətçiləri şovmen deyil, Zelenski'də şovmen. Trump'la, Putin'lə birləşib bacarmırlar onunla. Nə qanırsınız siz? Kuku. Heç nə. Boş baş. Yalandan özlərini belə qalsıq taxıb. İnanmayın, başları boşdur. Boş. İndi Ruslar özləri bax verilişdə deyirlər ki, sən demə armata işləmirmiş. Sən demə müharibə başlayanda pilotsuz ospolar filan heç işləmirmiş. Hamısı yalan imiş. Və nə oldu? Deməli biz düz danışırıq da. Biz bilirdik, düzdür. Siz heç nə bilmirdiniz. Bunlar da bilmirlər bir şey. Söhbət populan. Ay kişi, gözün qabağında müdafiə naziri Serjikov idi, nə idi? Sökürdü, oğurlayırdı, bütün o fahişə qadınlar hamısını qoymuşdu, general eləmişdi orada. Yazıdan çıxır. Necə ola bilər ki, armada işləsin?
Sonra getdi Şayqu gəldi yerinə. Oldular hamısı milyarder. Bütün Şayqun ətrafındakı generallar tut basıblar içərində. Hamısı milyarderdir. Əllərində milyardları da alıblar, eliblər. Hamısı oğrudur. Hamısı. Bu məqamda Taxtabaş olsa deyəcək, bəbizyə. Bizdə də Nəcməddin onların adamı idi, həmən şey idi. Öyle ki Türk böyle değişikliği oldu. Türk düşüncesi geldi. Ve bizde zafer kazanmış ordu, güçlü ordu ve hiç şimdi orada indi uğurlamır. Türk ənənəsi qaydası var. Harada Rus ənənəsi qaydası var. Orada oğruluq, alçaqlıq və yalan fahişəlik. Harada Türk ənənəsi var. Orada komutanın baş üstündə. Orada bir zafer kazanmış, fərəhli, qürurlu bir ordu. Ne mutlu Türk'üm diyene bu məqamda. Çünkü Türk ordusu bizim zəfərimizin adı, Türk ordusu bizim müstəqilliyimizin, bağımsızlığımızın adı, bizim Bakıda indi oturup Azərbaycan adına belə gözəl danışmağımızın adı Türk ordusu. Rus ordusu 11-ci Qızıl Ordu, Gəncənin işğalı, İrəvanın işğalı, Zəngəzurun işğalı, 20 yanvar, Xocalı, Rus ordusu budur. Və burada o Rus ordusuna həmən o mikroblar, hansı ki, onlar gündən-günə o qədər cılızlaşırlar ki, indi artıq Ruslar özləri danışırlar. Və özləri deyirlər ki, heç nə işləmədi, hər şey yalan imiş, heç bir plan da yox idi. Əksinə Ukraynaların planı var idi, Ukraynalıların, onlar bizi gözləyirlər orada əllərində bayraqdarlarla və cevlinlərlə və bizi məhv elədilər. 6 kolon deyir əskər, mayor, 6 kolon, yanmış 6 kolon gözümlə görüm Kiyevin ətrafından. Və o Kiyevin ətrafından qaçanda nə deyirlər? Buradakı taxtabaşlar da o dəqiqə təkrarlayırlar. Bax, fikir verin, İrandan gələn narrativi, fikir. Bax, gəlin 2 dənə sizə indi bu dəqiqə analogiya getirəcəm, görün eyni şeydir. İrandan gələn narrativ nədir? Azərbaycandakı avtobaşa deyir ki, de ki, İsrail vurub dronla Azərbaycanı. Yəni İlham Əliyev deyir, Azərbaycan kəşfiyyatı deyir, o nakişil eləyib İran, dünəndən getmişdir, hamısını deyir. Burada oturan dırnaq arası, o Azərbaycanlı olan, dırnaq arası Azərbaycanlıdır. O, İlham Əliyevi də eşitmir, bizim kəşfiyyatı da eşitmir, Türkiyəni də eşitmir, heç kim eşitmir. İrandan nə deyirlərsə onu deyir. Onlar biz öz deyirlər, İsrail vurub bizi. Oradan əmir gəlir bax. Deyən ki, sonra nə deyən? Deyən ki, orada İran şeydir, Azərbaycana, deyən ki, bir İran Azərbaycanla Ermənistana kömək eləyir, amma ona görə ki, Azərbaycan günahkardır. Buradakı Taxtabaş da onu deyəcək. Həmən şey deyəcək. İndi Rusiyadan, o Kiyevin yanından qaçanda, səhərsi gün Azərbaycanda buraları patladanları tuturlar, göstərirlər. Bax, bu adam buranı patlatmaq istəyirdi. Bax, bu adi familiyası bu. Hazırlıqdır. Bax, buradan partlatmaq istəyirdi, buranı partlatmaq istəyirdi. Bax, bu adamdır. Konkret Azərbaycanlıdır. Adı familiyası da budur. O Taxtabaş ki burada var, avtobaş var. O üz-üzə görünməzdən gedəcək, belə gəl deyəcək. Yox, hamısını eləyən Bakıda da bu partladan da buranı izləyən İsraildir. Onlar da İran deyil. Çünki bu satqındır. Bu satqın deyə, bunun başqa adı yoxdur. Hərənin öz fikri var, başqa söhbət deyə. O qutardı o. Bu satqındır. Və Kiyevin ətrafından da qaçanı deyirlər ki, Kiyev almaq istəmirdilər ki, Türkiyədə Türkiyə hörmət elədi, Putin çıxdı orada, o deyildi, 50 söz fikirləşəcəklər. Amma Rus sözü deyir ki, biz qaçmışıq, bizi yandırdılar, döydülər, biz uduzduq, Buçada da uduzmuşuq, bütün orada Qastomildə də aeroportu ala bilmədik, bizim bütün oradakı xüsusi təyinatlarımızı, desanturanı, hamısı məhv elədi Ukraynalar. Qanımızı tökdülər orada, yandırdılar bizi, çünki işğala gəlmişdin sən. Daha Lukashenko da Belarus'un ərazisindən deyir ki, daha tarih buradan oraya bir dənə güllə atma. Sən Ukraynada gəlib sən Minsk'i zadalarlar. Ged oradan özün vuruşarsan. Donbas o da sən. Nə inəcək Donbas'a? Heç deyə bilməyəcək. Və bu Moskvanı göstərdim sizə. Kiyev ətrafından qaçmanı göstərdim. Hamısı yalandı, yalan. Heç bir armatası filan, silahı filan yoxdur. Özləri deyirlər, düz deyil. Gəlin Rusiyanın başqa şəhərlərini göstərək. Gəlin sizə indi mən Kaliningradı göstərim məsələn. Kaliningrad. Yer gəlmişə 1700 insan baxır bizə. Əziz dostlar, siz 1700 like şərəsi eləyin, bu dəqiqə like şərəsi eləyin, daha görəcəksiniz necə artacaq tamaşaçılarımızın sayı və bu artmağımız da çox aydadır. İndi Moskvanı görürüz Kaliningradda, Kaliningrad keçmiş Königsberg şəhəridir. Immanuel Kantın vətənidir. Vaxtı ilə Prusiyanın ən ünlü, ən inkişaf etmiş şəhər, Almaniyanın inkişaf etmiş bir şəhər olub. Prusiya ümumiyyətlə Almaniyanın bir milli beyni olub, milli qeyrət beyni olub bu Prusiya. Immanuel Kantdan söhbət getmir. Orada yəni bir çox beyinlər Alman fəlsəfəsinin aparıcı qüvvələri idi. Königsberg.
Aldılar o Almanların əlinə 2 Dünya müharibəsindən sonra İngiltərənin, bilmirəm, Amerikanın köməyi ilə elədilər Kaliningrad, elə bu necə Gəncəni Yelizavet Pol eləməmişdilər. Elə bil Yelizavetin atası gəlmişdi Gəncəni. Bu Kaliningrad, Kalinin hara, Königsberg hara. Sovet hökuməti də alıb gələn adı qalıb orada. Kalinin özünün heykəlini söküblər Rusiyada, amma şəhərin adı qalıb Kaliningrad. Bilmirlər nə etsinlər axı. Və Almanları bilirsiniz necə vağzal tikirlər. Almanlar bir neçə il burada yaşayıblar, elə xanlarda, oranın adı Yelenindorf olub. Ya Gədəbəydə görün indiyə kimi qalan evlərinə, o kirxalarına, tikillərə baxın da. Təsəvvür gətirin Königsbergdə vağzal necə olub. Və indi baxın, görün Kaliningradın 2021-ci, daha doğrusu 21-ci əsr, 2026-cı il, bax bu gün, bax bu saat, bax bu dəqiqə, indi Kaliningradda 21-ci əsrdə, 26-cı ildə vağzal görün necədir. Baxın, Kaliningradın vağzalı. Это северный вокзал, ребята. Калининград, город К. Кёнигсберг бывший. Узнаете вокзал? Это не после бомбардировки. Это март 2026 года. Mart. 26 Mart'da indi bu saatdir bu. Вот так, Европа, центр Европы. Avropanın mərkəzidir. Kaliningrad. Вот люди собираются на электричке. Bəh. Karpasa deyə təmiz. Nə ifunət var orada? Karpasa sevənlər ölürlər bu görüntü üçün. Hayf gör deyə, belə idi, İstərdə bütün vağzallarda. Gedirdik, nə bilim o vaxt ki, o yesin ki, iki dənə rəng vururdular, tökülmüş aldı. Bu, onu həmən vağzalın tökülmüş alındı da. Daha rəng zat da vurmurlar. Cəmaat sürət qatarında Yaponiyada, Çində, bilmirəm, Chicago'da sürət 500 km. Paris'e baxın, hep görün nə haldadılar. Bunu istəyirsiniz? Kaliнинградская область, самое сердце города. Yəni Учитесь, növbələr, internet европейцы, yox, учитесь. növbələr, rəzillik, küçədə Это döysünlər, Россия. balkonlara Если atsınlar. жители Москвы и Питера боятся НАТО, то жители Калининграда боятся, что НАТО никогда больше не придет. Kaliningrad, mən sizə deyim ki, əhalisi NATO gəlsə, onu, bax, bunlar olan gül çiçəklə qarşılayacaq. Çünki vağzal da dönsün olsun, məsələn, Düsseldorfdakı və yaxud da Nürnbergdəki və yaxud da Bondakı vağzal kimi, Almaniyada kimi, gözəl ətirli, hər yerdə gözəl inkişaf, siz belə gözəl iş güc filan, yəni Almaniya kimi belə olsun da. Amma bu Kaliningraddır, bu Rusiyadır. Hər şey orada Rusçadır, vəziyyət Rusçadır. İnternet yoxdur. Və deyə bilərsiniz ki, internetin olmaması təkcə Moskva yox, Belgorod, Ukrayna ilə sərhəd şəhərdir. Oranı hər gün Ukrayna belə hala salır, hər gün. Və Belgorodun, fantastikadır bu, Orwell öz əsərində belə şeylər yazar, Kafkanın ağlına gəlməz elə bir şey. Belgorodun qubernatoru, indi göstərəcəm sizə videonu, nə deyir? Belgorodun qubernatoru deyir ki, daha internet yoxdur, ona görə biz raket gələndə həyəcan siqnalı verəcəyik, 41-ci ildəki kimi indi Rusiya şəhərləri belə səs gəlir və onda deyir internet yoxdur deyənə biz sizə deyə bilməyəcəyik ki, hansı yerə gəlir o raket. Özlərinin interneti var, Max. Ora girin, amma o təyin eləyə bilmir də hansı tərəfdən də o öz internetləri. Özünüz onun düşmə bucağını ölçün. Zarafat eləmirəm ha. Belgorodun qubernatoru deyir. Özünüz deyir. O düşmə bucağını ölçün, o dronun düşmə bucağını ölçün və mütləq yaxınlarınıza telefonla zəng edin, amma telefon da işləmir ha. Əgər işləyirsə, telefonla zəng edin və həyəcan siqnalı çalın ki, onlar gedib gizlənsinlər hansısa bir sığınaqda. Gəlib siz zarafat edirəm, baxın Belgorodun qubernatoruna. Доброе утро, дорогие друзья. Главный вопрос, который поступает от вас, безусловно, это работа мобильного интернета. Главное на сегодняшний день проблема – это отсутствие push-уведомлений, каналов оповещения об атаке беспилотных летательных аппаратов. Предложение перейти на новый алгоритм, он заключается в следующем. Включается сирена оповещения об атаках БПЛА, звуковая сирена на улицах. Мы с вами должны войти в каналы оповещения, они все работают в национальном мессенджере MAX, и следить за углом атаки беспилотного летательного аппарата. Да, безусловно, неудобно. Мы понимаем, что атаки могут происходить в течение длительного времени, но мы стараемся ответить на все вызовы, которые есть, стараемся вопросы решить, но сегодня мы должны перейти именно на этот алгоритм. Всем доброго дня, здоровья.
Deməli, həyəcan siqnalı çalınan kimi tez Maxların özlərinin bir internetdə belə Max şeyləri var. O Maxa girməlisən, orada heç kim yoxdur ya. Maxa girirsən və deməli nə etməlisən? Tez xəkkeş qoymalısan yanına, sirkul gətirib qoymalısan yanına, transporteri gətirib qoymalısan yanına. Transporteri də qoyandan sonra ölçməlisən ki, aha, deməli dron gəlir. Bucağı bir dəqiqə deyən neçə bucaq olacaq? Bucağın ölçməlisən düşmə bucağını və görsən ki, bucaq deyirsən bu yana dron gəlir, hepsi vuracaq səni. Görsən ki, bura gəlir, bu deyir, bu qubernator bunu öyrədir cəmaatı. Onda deyir, bu çox da rahat deyil, amma bunu mütləq eləmək lazım. Tez götürüb, zəng edib, həyəcan siqnalı çalması, drone bura gəlir. Sən, pis söz, efirdiyəm də mən. Sən gizbəsərsən. Belə qubernatorlar, görün nə qədər vurub, üçün qızarıb. Bu, cəmaat durub buna bir söz demir, o qubernator orada məhv olurlar. Baxın onun üzünə, baxın sifətinə. İnsanlıq var mı adamın üzündə? Personaj deməli başdır. Bunun qorxulu filmlərdə bilməm o adam yeyənlər var, Hector Hannibal falan vardı. Onu rolda çəkmək olar əməlli başlı. O bu yanında professor oxşayır, o məşhur Hector Hannibal. Bax xəkkeşin deyil, ölçün deyəndə yoxdur da, məhv olurlar. Amma Rus qadınları çox ixtiraçıdırlar, tapıblar. O xəkkeşin ölçməyi zaten səs verməyi bacarıblar. Görün necə həyəcan siqnalı çalmağını öyrəşiblər Rus qadınları Belqradda. Ancaq belə. Arada bir ahışqa onu da deyə bilərlər yeri gəlmişkən. Bomba gəlir, ahışqa, hardan gəlir, ahışqa. Belə Rusçada şeylər, çestuşkalar deyə bilərlər. Bura Rusiyadır. Tuvalete gedə bilmirlər. Qatara minə bilmirlər. Təyyarəyə minə bilmirlər. İnternet işləmir. Kafelər işləmir. Qazan döymək məcburiyyətindədirlər. Moskvanı göstərdim, görün, mən sizə görün nə böyük bir maştabda ərazini nümayiş etdirirəm Rusiyada. Belgorod, bu Ukraynanın tam yanındadır. Moskvadan bir 600-700 kilometr aralıdadır. Səhv eləyə bilərəm bir 50-60 kilometr, amma məncə o qədərdir. Və coğrafiya bilgimə görə. 500-700 kilometr arası Moskvadan aralıdadır. İndi mən sizə Yakutiyanı göstərəcəm. Sibir. Bütün qaz, neft, almaz, uran, molibden, nikel və hər şey oradan gəlir. Ora indi varlı halda olmalıdır ki, sakit otursunlar. Moskvada o puldan biraz yesin, qalan da xərcləsin insanların rifahına. Hələ nə rifahına? Xərcləyiblər Serdikovun cibinə, Şayğunun evinə, yalancı Armatiya. Bir də xərcləyiblər köhnə raketlərin ambardan çıxardıb Ukraynaya tərəf atılmasına. Vəssalam. Yakutiya bir köpüyü də xərcləməyiblər. Baxın, görün Yakutiya nə haldadır. Я не говорю про землетрясение, я говорю про мирное время. Мы живем не войну, не бомбежку. А здесь хуже бомбежки, здесь какой-то, Чернобыль отдыхает, нахер. Тут война была или что у вас? А вы что, не на танках? Ты на песне посмотри. Ты посмотри, как люди вообще такси сюда не ездят, потому что они отказываются. Они говорят, к привозу подходи на трассу. Потому что я сам лично это знаю. К привозу на трассу подходи, мы сюда в трущобы не поедем. А здесь Бразилия отдыхает со своими... Вот на, видали что? У нас тут пиздец, вот это по всему соцгороду такая хрень. Как живете-то? У нас Донбасса нет, у нас нахуй Чита, Россия нахуй, мирное время. В Забайкале, богатый край. Вот, сука, богатый край, вот мы качаем всю Москву. Да, посмотрите, люди, мы качаем, у нас ураган, молибден, у нас палладий, уран, да вся таблица Менделеева. А Не я это говорю, это люди говорят, а мы живем, вот смотрите, мы как будто наш мед, вот бычок кинешь, загорится дом, а всем похеру, а потому что живите как хотите. Вот посмотрите, одна камера, вот одна урна. И дальше, блядь, все помойка. Извините за мат. Собака и то лучше живет в своей конуре, чем люди там живут. Вот так вот люди живут. За кирпичами вместо окон. Окна-то посмотри. Это что, блин? Какое отношение ко мне
такое отношение у меня и к власти. Вот что. Путин-то об этом даже не знает. Ага. Интересно рассуждаете. Ana bu takta başın deyir, Как не Putin bundan знает? xəbəri Ты так yoxdur. думаешь? Так, не знаю. Hə, ona bax. Ты так думаешь, что не Я знаешь? не думаю, я знаю, что не знаю. Bilir, bilir, hamısını Потому bilir. что не doходит до Путина. Bunların bəlası Ваши buradadır. жалобы. Və bu alçaqlarda burada da var. Başa düşürsünüz? Ha, ulan halına baxın siz. Bu 90-cı illərin əvvəli deyil, bu 2026-cı ildir, 21-ci əsr. Ən varlı regionudur Rusiyanın. Nə Rusiyanın? Dünyanın ən varlı regionudur və dünyanın ən rəzil halında bunlar yaşayırlar. Kapasa. Və bu halda olan ölkə harasa ultimatum göndərir, harasa raket atır, gedir haransa bombalayır. Oranı da bu hala salmaq istəyir. Ki, Ukraynada şəhərlər inkişafdadır, gözəl, çox yaxşı orada iqtisadiyyat var. Orada insanlar əməksevərdirlər, orada insanlar sevgi ilə yaşayırlar. Heç kimə Çernozadı demirlər, heç kimə, baxmayaraq ki, onlar da Slavyandılar, heç kimə Çurka demirlər. Əslində, Çurka bulardır. Onlar bunlara Çurka deyirlər. Onlar bunlara vəhşi deyirlər, barbar deyirlər. Düz deyirlər. Litvanlar da belədir, Estonlar da belədir. Buranın da ali insanları, Azərbaycanın ali insanları, Eston kimi, Latış kimi. Amma buranın axmaq insanları həmən baba bunlar kimidir. Putinin xəbəri yoxdur. Hər şey plan üzrə gedir. Və plan budur. Yakutiya bu halda, Belgorod o halda, Moskva o halda, Peterburg bu günlərim qəşəng vurulur. Magnitogorsk! Jitnitsa! Burada metallurgiyanın, belə bilirsiniz, industrializasiyanın təməli olan Magnitogorsk adı da görürsünüz. Şəhərin adı da Magnitlə bağlı deyə. Magnit dağları var orada. Orada metal emalı, orada polad emalı və dünyanın ən böyük polad əritmə zavodları oradadır. Amma Ukraynalılar baxın görün bu zavodu nə hala saldılar və bundan sonra orada metal əritmə necə olacaq? Baxın bu videoya. Magnitogorsk. Магнитогорский металлургический комбинат, один из крупнейших в России производителей стали, наполовину снизил загрузку мощностей, остановил инвестиции полностью, прекратил ремонт оборудования и готовит массовое сокращение. А по телевизору говорят, санкции только на пользу. Yadınızdadır, yəni buradan da mən tanıdığım yaxın belə adamlar var. Qaça-qaça Rusiyaya getdilər ki, sanksiya eləyiblər Rusiya. İmporta zamещение, gedib orada fabrika açacaq, şirniyyat bıraxaq. Deyirəm, dəli olmusan sən. Apar pulu qoyub orada, getdi qoydu batırdı da. Batırıb indi qalıb orada hələ, mən özü sağlayır, hələ ki sağdır. Getdi qoydu batırdı. Nə qədər məsləhət verdim ki, çoxdan söhbət idi, bu 7-8-in söhbəti, hara gedirsən? Bu normal ölkə pul qoydu, apar Qazaxstana qoydu. Hələ burada eləmək istəmirsənsə. Bilməm, qaçmaq istəyirsən, ged ora qaçdı, heç olmasa, özümüzünkilər də orada inkişaf var da. Oranı dedim, dün sabah bombalayacaqlar, həmən söhbətdir. Bu boyda zavod Magnitogorskda bitdi, qutardı. Dağılır o ölkə. Demişdim axı sizə, belə də olacaq. İran barəsində də. Deyəcəm hamısını sizə asta-asta, amma hələ bir indi, bax bu faktlar bizdə ancaq argument və fakt göstərilir. Magnitogorsk. İvaşov, Rusların ən hörmətli, ən ağır çəkili generalı. Rus hərbiçilərinin hörmət edir. Hərbiçi qalıb ki Rusiyada, hamısını yerinə FSB-ni qoyublar. Generallar zaten tutdular, basdılar içəri, hamısını içəri, Putin hamısını FSB-lər qoyublar. Onun üçün də məğlub olurlar. Onun üçün bütün əməliyyatlar saatdan bassalar tənəzzüldədir. Qaçırlar ancaq. Çünki hərbiçi qalmayıb. Peşəkar hərbiçi qalmayıb. Bu İvaşov peşəkar hərbiçidir. Rus zabit generalitetinin hörmət elədiyi adamdır. Başına and içdikləri adamdır. Və müharibə başına deyirdi ki, özü də imperialistdir. Yəni bu demokrat filan deyil. Ukrayna tərəfində olan adam da deyil. Bu təmiz Rus şovinistidir və imperialistin biri də əvvəldə başlayanda Putinə dedi ki, sən batarlığa girirsən, sən Ukraynadan, biz Ukraynlara qalib gələ bilmərik. Və bu Rusiyanın sonu olacaq. İvaşov bunu demişdi. Və indi İvaşov hələ ölməyib. Tanrı ona can sağlığı versin, baxmayaraq ki, mənim düşmənimdir və şovinistdir, öz dövlətinin imperiyasının hayındadır. Mən ona can sağlığı onun üçün arzulayıram ki, o hələ ki bu taxta başlara bu həqiqətləri söyləməyi bacarır. Və deyir ki, düzdür, plan üzrə, bayaq demişdim, verilişin əvvəlini ki, sizə göstərəcəm onu, İvaşov deyir, hər şey plan üzrə gedir. Putinin planı Rusiyanı dağıtmadır. Baxın görün İvaşov nə deyir? Я верю Путину, когда он говорит, все идет по плану, все идет по графику. И поэтому у нас убивается все живое, все творческое, мыслящее. Именно Путин
первый руководитель государства российского не назначил ни одного профессионала. И кого только не назначал на эту должность. Вот эти генералы – это детище вот этих всяких реформ и огромного вот мошенничества и жульничества со стороны начальника. Всех профессионалов выдавливают военных, в том числе вот и я оказался в этой когорте, значит, выдавливают и замещают, чекистами так называемыми. Дальше приходит Сердюков. Этот вообще вот привел там женщин везде на генеральские должности. Ben diyenler değil, bakın fikir verin. Yani İvaşov, general, deyir bütün peşekarları hərbi nazirlikdən, hərbiçilərin içindən təmizlədi Putin. Rusiyanın deyir, son metodikası bundan ibarətdir. Bəli. Bütün televiziyamızdan peşekarları hamısını təmizlədir Rusiya. Düzdür, biz dalğan qaldırdıq və ona nail olmuşuq ki, onların oradakı ünsürlərin hamısını bugün təmizləyiblər. Amma siz təsəvvürə gətirin ki, o peşəkarları yaxın buraxmamaq, peşəkarlardan elə qorxur ki bu imperiya. Hələ Azərbaycandakı olan o güclərin, hələ qüvvələrin belə əli ilə hələ də bizi televiziyaya yaxın buraxmırlar. Baxmayaraq ki, o zircibili oradan təmizlədilər. Yəni bunların oradakı zircibilərini təmizlədilər. Hamısını qoyublar qırağa, düzdür? Hələ də bizim peşəkarları o yaxın buraxmırlar. Çünki televiziyanın özü elə bunların agentlərinin əlindədir. Yəni rəhbərlər o televiziya kanallarında. Mən belə hesab edirəm onları. Hökmən də öyle gedib orada qulluq eləyəsən ki, və dokument qoyursun. Sən əgər televiziyanı bu hala qoyursunsa, bizim milli mentallığımıza, bizim milli düşüncəmizə, millətimizə bu zərbəni oradan vurursan, ora işləyirsən də, ora işləyirsən ki. Və bugün də görsən, yenə də bizi ora buraxmırlar. Boş qalıb ha yer, yenə buraxmırlar, yaxın buraxmırlar. Çünki oradan icazə verilməyib. Nə danışır? Biz gəlib televiziyada danışarıq, xalqın beynində arşiv, internet var, siz orada bizi buraxmadınız, buraxmadınız. Buradan sözümüzü pres klubdur, burada həqiqətlər söylənir, sözümüzü deyirik. Burada yox, bütün dünyada bizə eşidirlər. İndi kommentlərdə də yazacaqlar, görəcəksiniz, hər yer, bütün dünya ölkələrindən yazırlar. İndi İvaşov onu Rusiya haqqında deyir. Çünki orada da göbəyi bu alçaqlığında, peşəkarları məhv etmək, istedadları məhv etmək, harada istedadsız varsa gətirib onu vəzifəyə qoymaq, yönetimə qoymaq, məhv etsin hər yeri, çürütsün. Biz indi yoldan dönməyə başlayırıq. Bunlar o yolun dərinliyinə gedib çıxıblar. Çünki öz yollarıdır da. Rus yoludur. Vəziyyət Rusçadır. Atalar yaxşı deyə, görün ataların nə yaxşı misalı var. Niyə demirlər vəziyyət erməncədir? Vəziyyət monqolcadır. Vəziyyət ruscadır, yəni pisdir. Murdardır. Atalar deyib bunu. Belə. Vəziyyət o deməkdir. Vəziyyət ruscadır, yəni pis vəziyyətdir. Amma bu Rus generalıdır. Bu hərbiçidir. Və mən güman edirəm ki, düşmən də olsa onun hərbi şərəfi var. Ofitserskaya keçmiş Rus zabitlərində var idi. Bəzilərində. İstisna. Bu istisnalardan biridir. İvaşov. Deyir, hər şey daha mən əvvəldən bilirdik bu belə olacaq deyir. Bu kağız pələng deyirdi Trump Rusiyaya və Putinə. Bu kağız pələng deyil. Bu sadəcə içi boş qab var bizdə danqıldayır və odur. Kağız pələng heç olmasa nəsə düzəldiblər də belə bir hansısa bir sənət əsərinə bənzəyə bilər. Amma bu köhnəlmiş, deşik, içi boş vedrədir. Vedrə bağlayıb öz xalqına. Bizə də o bağlamaq istəyir. Bu da kitabda başdan əliylə. Ancaq bunu görə bilərsiniz. Bunu İvaşov deyir. Və mən deyirəm, axı, və bir çox da buradakı jurnalistlər deyirlər ki, Rusiya o ən böyük çətinlik oradan döyüşdən qayıdanlar olacaq. Və ilk döyüşdən qayıdanlar cürbəcürdür. İndi mən sizə bir döyüşdən qayıdanı göstərəcəm. Pulunu da verməyiblər və bu tipik Rus əskəridir. Tipik. Çünki siz fikir verin, 2-ci Dünya müharibəsində də Putin çıxır 9 mayda, hələ biz də çağırır ora, çıxış eləyir və deyir ki, biz 2-ci Dünya müharibəsində Rus əskərinin, Rus silahının qüdrətini, görürsünüz nə alçaqdır. Yəni orada ölən 300 min Azərbaycan vətəndaşı, Gürcü, Qazaq, Özbək, Tatar, Ləzgi, Avar, Kumuk, Buryat, Mardva, Çuvaş, Tuva və s. Bunlar heç bir adam deyil. Onlar ancaq Rus silahının yüksəlişi üçün orada gəbəriblər onun düşüncəsinə görə, Putinin düşüncəsinə görə. Və doğrudan da belədir.
Doğrudan da belədir. Heç kim Qazaxıstanın qələbəsi hesab etmir 2-ci Dünya müharibəsindəki SSR-nin Amerika ilə, yoksa Rusiyanın qələbəsi, Rus əskərinin. Amma Rus əskəri belə olur. Bax, göstəririk sizə. Baxın, qayda bindi. Bu Rus əskəridir. Дядь Саш, может, хватит пить? Я ветеран, блядь. А мне бабок не дали. Блядь, теперь нахуй никому не нужен. Bax, sonluğu da elə olacaq. Rusiyanın sonluğu belə olacaq. Veteranam deyir mən. Pulumu verməyiblər. Mən adam yerinə saymırlar. Adam deyilsən axı. Və bu haldadır. Və bu mənzərələr faktdır. Bu artıq 5 il bundan əvvəl dediyimiz xəbərdarlıqlar deyil. Bu Rusiyanın içində özlərinin danışdığı, özlərinin çəkdiyi görüntülərdir. Bura pres klubdur. Burada ancaq argumentlər və faktlar söylənilir. Və o blogerlər ki var Rusiyada, siyasi xadimlər, siyasi aparıcılar çaşıb qalıblar. İndi daha qabaq bizim üstümüzə hürərdilər. Ən çox Türkiyənin üzərinə hürərdilər, Amerikanın üzərinə hürərdilər, Avropanın üzərinə hürərdilər, Ukraynanın üstünə heç dayanmırlar, indi çaşıblar, uzurlar deyənə ancaq özləri bir-birinin üzərinə hürməyə və bir-birlərini dişləməyə başlayıblar. Baxın bu hürüşə. Давайте, Белоусов, Герасимов, заряжайте, надоело. Сколько уже про этих украинцев говорим? Послушайте, товарищ полковник, какой ответ должен был быть у Арабских Эмиратов, как должны были отвечать арабские... Там нас и так хоронят на кладбище Донецке. Вы приедете в Белгород, посмотрите, что происходит. Я был где надо. Это трёп, я знаю. Всех бьют. Товарищ полковник, всех вы бьют. сегодня очень риски, мне Не надо, не надо на меня переходить. Так и так прилетает по нам, бьют бесконечно. Белгород, многострадальный Белгород. А мы что, не отвечаем? Уже открыли эти адские ворота, мы открыли их сами. А мы что, не отвечаем? Аким, не надо прятаться за спиной. А никто не прячется. Никто не прячется. Мы идем разговор. Я говорю, у нас есть ракета, чтобы достать Великобританию. Мы можем стрелять? У нас нет высокоточного оружия, способного туда достать. Это высокоточное. Tuvalete gedə bilmirlər. Ev dağılır taxta Yakutiyada, tarakanlar basıb ifunət, su yoxdur, dam basıda bilməm. Belqradı vurub dağıdıblar qaşıqla bir-birinə həyəcan. Deyir ki, Velikobritaniyanı deyir, bizi raketimizlə vurab, oranı vurmaq istəyir. Hələ raket istəyir ki, bu İngiltərəni vurmaq istəyir. Bu ifunətli, bu avtobası yoxdur, oranı... Və o da deyir, Belqaradı, o cavan da deyir ki, Belqarada vururlar. Deyir, hər yeri vururlar. Deyir, neftarma zavodlarını vururlar. Peterburgu vururlar. Deyir, bizim heç nə, biz dağılırıq. Deyir. O da deyir, yo, vuracaq, qoca, bəla qocalardadır ya, mən siz deyim. Oxşar bir mənzərə var mən sizin ətrafımızda. Amma hər halda baxın və hürürlər bir-birinin üzərinə. Və hirsi kimdən çıxacaqlar? Biz həmişə demişik. Hirsi kimdən çıxacaqlar? O döyüşdən qaydanlar, bu məğlubiyyəti. Təbii ki, Azərbaycanlılardan. Və saçı qara olan başqa millətlərdən münasibətlər. Baxın, görün, boylu buxunlu Azərbaycanlı kişisini küçədə necə qısnayıblar. Baxın, Rusiyada. Ну что ты здоровый, это маленьких обижаешь, а? Что ты делал-то здесь, да? Это не я. У меня есть доказательства. Чье есть? Taxtabaş, ləzzət eləyir. Düdük. Это не я. Кто сделал? Кто сделал, сука? А зачем ты детям угрожаешь? Ты что, твои дети? Я никого не Захрап. И детей не угрожал. Когда женщин бьют и детей, это не по Я бы тебя спрашивал имя твое. Короче, Захрап, блядь, правильно? Хорошо делал. Послушай, Это друг, не я. еще раз ударишь их. Правда, Подойдешь к ним, мы тебя по-другому воспитаем. Понимаешь? Ты понял? Она сама меня... Выгрызу! Ты услышал, нет? Она сама меня бросала. Ты услышал? Рот! Это не я, брат. Я взрослый мужик, он больше не подойдет, пожалуйста. Я не отойду, я просто... Yalvarın, yalvarın. взрослые объясните. Да, я хорошо, я как
Все, больше он не пойдет. Да, пожалуйста. Я ей не получается, куда не нафиг уйдет. Ну он же уже. Я не ударил, скажи там. Görürsünüz, hürüşmə, insanlara el kaldırma, Azərbaycanlı onun üçün gelip Çernazar, onu vuran vardı ya, o inandırım size ki bir şilləlik canı var, bircə şilləlik. O zaman gələcək hara lazımdır ora. Başa düşürsünüz? Bir kəlləlik burnu var, bir kəlləlik. Danışdığın bir kəllə, vəssalam. O öz yerləridir. O evdə indi Hindistanın evindədir. Və o buslarda gedib orada Ukraynalar öldürürlər onlarını. Və tualetə gedə bilmirlər, internet yoxdur. Və pul qazana bilmirlər. Başa düşürsünüz? Yakutiya batır, Rusiya batır, hayır fikirdən çıxmalıdır. Təbii ki, Rus olmayanlardan. Və biz gecə və gündüz xəbərdarlıq etmişik. Çünki 1917-ci ildə də, 1991-ci ildə də bu baş verib. Ondan əvvəl də 1905-də də baş verib. İndi yenə baş verəcək. Bizim yalnız bir yolumuz var. Güclənmək, qüdrətli orduya sahib olmaq və qüdrətli müttəfiqlər əldə etmək. Ki bunu bacarmışıq. Türk Dövlətləri Birliyi, Türkiyə, can, qardaş Türkiyə, İsrail bizdən dostdur. Və istədiyimiz hərbi dəstəyi də, siyasi dəstəyi də Amerikada Yahudi lobbisindən ala bilərik. Necə Hikmət Hacıyev öz çıxışında dedi ki, bütün dünya bizə silah verməyəndə, Avropada, Amerika, heç kim bizə silah verməyəndə, Rus silahı başına dəysin. O, prezidentimiz dedi, dambarda qaldı hamısı. Necə ermənilər o silahla uduzdular. İsrail bizə silah verdi. Türkiyə bizə silah verdi. Pakistan yanımızda oldu. Və bundan sonra təbii ki, biz dünyada baş verən bu hadisələr, yeni şəkillənmələr ora gətirib çıxardacaq ki, biz öz orqanizmimizi, güclü orqanizmimiz var. Onu bütün dünyaya bütöv nümayiş etdirək. Bütöv isə biz 50 milyonuq. 50 milyon olandan sonra heç kim, heç vaxt bir daha bizim üzərimizə hansısa tərs baxışı ilə, hansısa belə hava yelləməsi ilə heç gizlində də danışa bilməyəcək. 10 milyon o danışa bilmirlər. 50 milyon Azərbaycanlı, şərəfli və olduqca qüdrətli bir millətdir. O yüzden buradan Təbrizə, Reyə, Rəşdə, Ərdəbilə, Ənzəliyə, Zəncana, Xoya, Urmiyaya, Dərbəndə sevgimiz, salamımız var. Teşekkürler. Tanrı sizi korusun.